Sizin bu cemaatla görüşünüz, her bir kende gelende büyük bir, həqiqi mənada büyük bir cemaat arasında size karşı bir hoş rəftar var. Burada açık derim, cemaatin biraz da ihtiyacı var bu şeyler. Allah söhbət onunla getmeli, sen tutaq ki düğünüyle cibindeki çıkardı halkı. Ama bu halkla temasda olmak, dərdine şərik olmak böyle şey. Sağ olun. Ona görə də mən düşünürəm ki, bəli, indi mən İmişlinin deputatıyamsa, İmişlilərin yanında olmalıyam. Mənim vəzifəm də budur, öhdəliyim də budur, elə tapşırığım da budur ki, insanlar razı qalmalıdır, insanların yanında olmalısan, insanlara vəziyyəti izah etmək lazımdır, insanlara dövləti izah etmək lazımdır, dövlətin problemini izah etmək lazımdır, insanların problemlərini dövlət orqanlarına çatdırmaq lazımdır. Gücün nəyə çatırsa, özün etməlisən, gücün çatmayana da əlaqədar orqanlara çatdırmalısan ki, onlar o insanların problemini həll etsin ki, insanlarımız da xalqından, dövlətindən, prezidentindən, hökumətindən, parlamentindən razı qalsın. Razı qalsın.